Salam. Bu videoda short text, yəni qısa mətnləri necə yazmaq lazımdır, nələrə diqqət etmək lazımdır, ondan danışacağıq. 9-cu sinifdə oxuyursunuzsa, bu video sizlər üçün mütləq vacibdir. Çünki 9-cu siniflərə imtahanda 3 short text, yəni qısa mətn düşür ki, o suallarda cavablandırmaq lazımdır. Və bu dediyim kimi 3 mətn düşür. Yəni yüksək bal verir bu da hər biri. Düzdür, ballar eyni olur, sadəcə sual sayı 3 olduğu üçün bu da yüksək bal edir, təqribi ondan yuxarı bal edir. Videoya başlayaq. Kanala abunə olmamışsınızsa, abunə olub sinif yoldaşlarınızla bölüşün ki, onlar da faydalansın, həm də dəstək olmuş olarsınız. Deməli, belə eləyək. İlk öncə mətni tərcümə etməyə çalışaq. Dear students, əziz tələbələr, şagirdlər, Yaşıl Dünya qoruyucuları komandası yeni bir kampaniya başladır ki, çimərlikləri təmizləsin. Embarks bu arada başlatmaq deməkdir, bir işə başlamaq deməkdir. Daha sonra deyir ki, biz çimərlikdən zibili yığacağıq, pick-up yığmaq deməkdir, trash zibil deməkdir və bizə kömək edəcək who will help us need volunteers, könüllülərə ehtiyacımız var. Yəni bizə kömək edəcək könüllü adamlara ehtiyacımız var. Belə bir tekstdir, short tekstdir. Öncəliklə qeyd edeyim ki, siz sözlərin mənasını bilmədən, biraz tərcümə bacarığı olmadan bu cavabları atıb yazmaqdan, bir şəkildə yazmaq çox çətin məsələdir. Yəni bunun əksini iddia eləmək də doğru bir şey deyil. Çünki sözlərin mənasını bilmək lazımdır ən azından. Və orta bir ingilis diliniz varsa, tərcüməniz yaxşıdırsa, mütləq ki, bütün sözlərə diqqət edin. Çünki cümlədə elə bir variantlarda elə bir söz olur ki, cümlənin ümumi mənasını dəyişir. Ona görə maksimum diqqətli olmağa çalışın və yaxşı söz bazanızı, lüğətinizi zənginləşdirin ki, bu tip suallarda rahat yazasınız. İndi variantlara bir-biri baxaq. Söhbət mətnində nədən getdi? Short textdə onu bildiniz. A-da baxırıq, insanlar istəyir çimərliklərdə contaminate sözünün mənası kirlətmək deməkdir. İnsanlar çimərlik kirləndirmək istəyir, kirlətmək istəyir. Mətndən gördüyümüz kimi bu fikir yanlışdır. Məntiq ilə tapmaq olar ki, insanlar istəyir falan söhbəti varsa, mətndə heç insanların istəməsindən bağlı bir şey yox idi. Söhbət o komandadan gedirdi. Yəni bu ümumiyyətlə yanlış oldu hər iki mənada. Amma contaminate sözünü bilirdinizsə, ümumiyyətlə çirkləndirmək olduğu üçün bu tamamilə yanlış oldu. B doğru cavab olacaq. B-ni saxlayaq sona. C-də deyir ki, Yaşıl Dünya qoruyucuları komandası kampaniyanı nəticələndirdi, yəni sonlandırdı. Amma mətndə dedik ki, embarks işə qoyuldu, işə başladılar. Yəni bitirmədilər, hələ başlayıblar. Bax bu iki sözü biləndə bu cümləni bilirik ki, C variantı doğru cavab deyil. D-də deyir ki, müəllimlər çirklənmədən ətraf mühiti xilas edir, qoruyur deyə bir cümlədir. Birincisi mətndə müəllimdən söhbət getmədi, söhbət qoruyuculardan, komandadan gedir. İndi demir orada müəllimdir, yoxsa başqalarıdır və burada xilas edir. Amma burada da elan vermişdi ki, yəni başladırıq bunu, bizim könüllülərə ehtiyacımız olacaq deyir. Yəni hər bir halda D yanlış oldu. Y variantında already cleaned. Artıq bunu görəndə, çünki bunlar beachdir, already cleaned, məşhur sözlərdir, hamısı student, asan sözlərdir. Çimərlik artıq təmizlənib deyir. Amma bu da nə deyir? Who will help us deyir. Sonra deyir ki, biz will pick up deyir mətndə, yəni təmizləyəcək, yığışdıracaq deyir. Gələcək zamandadır. Deməli, artıq təmizlənib fikri, yəni indiki bitmiş zamanda olan bir fikir yanlışdır. Deməli, Y-də getdi. Yəni Y olmaz. B variantına baxsaq, the team needs students to help them with pleasure. Pleasure zövqlə, məmnuniyyətlə, xoşluqla deməkdir. Komandanın ehtiyacı var şagirdlərə, bir hərfi tərcümə edirəm ki, sizə rahat olsun. Onlara məmnuniyyətlə kömək etməyə ehtiyacı var. Yəni şagirdlərə ehtiyacı var. Yəni bunlar kimdir? Volunteers, könüllülərə. Hardan bildik? Cümlənin başlığında dear students, yəni əziz tələbələr, şagirdlər demişdi. Deməli, bir daha deyirəm, komandanın belə bir şagirdlərə ehtiyacı var ki, onlara könüllü şəkildə yardım etsin. Deməli, doğru cavab B variantı oldu. Ümid edirəm ki, faydalı oldu. Çalışacağım ardı gəlsin. Videonu paylaşaraq dəstək ola bilərsiniz. Həm də sinif yoldaşlarınızla bölüşün ki, onlar da faydalanmış olsun. Ehtiyac olduğu təqdirdə ardını da gətirərəm. Başqa izahları da sizə verməyə çalışacağım. Yaxşı hazırlaşın, sistemli hazırlaşın. Ümid edirəm ki, faydalı olacaq hər bir video və izahlar. Bu arada kanalın ictimai bölməsində bütün abituriyentlər üçün, 9-cu sinif, 10-11-lər üçün çox faydalı testlər var və sayları həqiqətən çoxdur. Onları işləməyi də unutmayın.
Hər birinizə uğurlar olsun. Şərh bölməsində fikirlərinizi paylaşmağı, bölüşməyi unutmayın.